İstefada olan polis polkovniki Orduxan Kərimov, Şuşa polisinin sabiq rəisi. 1960-cı ildə oktyabr ayında Şuşada anadan olmuşam. Bir nömrəli orta məktəbi 78-ci ildə bitirib, 79-cu ildə hərbi xidmətə getmişəm. May ayında 81-də Şuşaya qayıtmışam. Və həmin ili Texnikuma daxil oldum və Şuşa televiziya ötürücü stansiyasında elektromexanik, sonra da mühəndis vəzifəsində işləmişəm. Şuşa rayon polis şöbəsi Şuşa işğalanandan düz axıra qədər hərbi hissənin tərkibində xidmət aparıb. 2016-cı ilin aprel döyüşlərindən 6 ay sonra hərbi hissələrin tərkibindən artıq biz çıxarıldıq. Çünki ordu tam təmin olunmuşdu və sərhəddi ordu qoruyurdu. Həmin vaxtı mən də təqaüdə buraxıldım 2016-cı ilin oktyabrında. 4 ildən sonra müharibə başlayanda 44 günlük. Mən rəhbərliyə müraciət elədim. Daxili İşlər Nazirinin rəhbərliyinə ki, Şuşanı tanıdığım üçün və Şuşa ətrafında gedən döyüşlərdə iştirak etmək arzusunda olduğum üçün xahiş edirəm məni bu döyüşlərə qatılmağıma köməklik göstərəsiniz və elə oldu ki, ayın 6-sı göstəriş gəldi ki, 2 saatdan sonra Horacıda olmalısınız. Əvvəl 10 nəfərlə girmək istəyirdi, sonra 5 nəfər razılaşdıq rəhbərliyinə. Gecə qoşunu şəhər, əvvəl özümüz girdik 3 nəfər, tamam yolu bələdlədikdən sonra, çünki üstündən 30 il keçib və təzə yollar çəkilir. Hardan keçmək lazım deyil ki, oralara biz çol-ços qırıb bastırırdıq ki, və qaydanda döyüşçülərə də dedik ki, harada nə var qoymuşuq, bilsinlər ki, oradan keçmək olmaz. Və qaranlıqda işıqları yandırmadan, maşınların yanı ilə həm piyada, həm maşında, həm piyada, həm maşında belə. İşıqlaşanda artıq biz daş altına girəndə ermənilərin dronları bizi vururdular, düzdür. Sağdan soldan ancaq hələ dəqiq yerimizi bilmirdilər. Onlar köhnə yolu vururdu. Dronların bizi görməklə 2 maşın vurdular onlar. Ancaq bundan belə qoşunun şəhərə yeridilməsinə nail olduq və şəhərin bütün müdafiə postlarını qoya bildik. 1 saat çəkmədik ki, postların hamısını qoyduq və məruzə elədik ki, artıq daxili qoşunun həm xüsusi təyinatlıları, həm əsgərləri şəhərin müdafiə postlarını götürüblər. Hal-hazırda artıq 1 yarımdan çox Şuşadayam, köçmüşük Şuşaya. 2021-dən belə gəlib getməyimə baxmayaraq, qalmağa yer olmadığı üçün, çünki öz evimi də vurmuşdular. Qardaşımın evində qalırdım, ancaq sonradan mənzillə təmin olunduq və köçdük Şuşaya. Şuşanın həsrətində olmaq Şuşalılar yaxşı bilir. Bu nə deməkdir? İndən sonra ömrümüz nə qədər qalacaq, nə qədər çatacaq Şuşada yaşasaq da o həsrəti tam bitirməmiş olduq. Çünki bizim burada itirdiyimiz yoldaşlarımız, dostlarımız, döyüş qardaşlarımız, döyüşçülər, onlar da bunların arzusunda olublar. Hərdən gəzəndə mənim özümə xainliyim Türkçə uşaqlar yoxdur. Eləcə də Şuşaya biz birinci deyəndə, yəni Şuşaya girəndə o vaxtlar döyüş vaxtı. Çox arzusunda olardım ki, erərdim ki, o uşaqlar da bir yerdə olardıq. Amma qismət belə oldu ki, onların çox şəhid oldu, qazi oldu. Hətta elə uşaq var ki, övladı bu müharibədə özü yaralanmışdı 92-də. Övladı da bu müharibədə qazi oldu. Bu Babayev Şinasi hal-hazırda bax bizim Şuşada yaşayır. Polis kapitanıdır, övladı da Cümşüd hərbidədir, o da qazidir. Mən arzu eləyirəm, gələn il 2026 Şuşalıların böyük bir köçk karvanı olsun Şuşaya. Arzu eləyirəm bir daha vətənimizin başının üstündən qara buludlar əsməsin. Gələn il böyük bir köçk karvanı olsun, bundan daha çox çılçıraq olsun Şuşada. Və həm dünya müsəlmanlarının həmrəylik günü münasibətilə, həm də yeni münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.